Siz abituriyentlər, bugün sizlərə paylaşmış olduğum fərqli tipli qəbula düşə biləcək qəbul tipli bir sualın izahını verəcəm. Gəlin vaxt itirmədən başlayaq. Deməli bizə verib ki, qaz qarışığı var. Tərkibi kükürt 4 oksid və metan qazından ibarətdir. Qazların həcm payı 50%, 50%-dir. Yəni bu demək istəyir ki, SO2 və metan qazlarının molları bir-birinə bərabərdir. Bizə deyir qarışığın 1 moluna hansı qazdan 1 mol əlavə etmək lazımdır ki, alınan qaz qarışığının molyar kütləsi 42 qram olsun. Əgər bunların belə deyək də kütlə payları 50%, 50%-dirsə və plusda ki, bunlar qaz qarışığı əmələ gətirir, qaz qarışığı 1 moldur. O zaman deyə bilərəm ki, qaz qarışığında 0,5 mol SO2 var imiş, 0,5 mol da metan var imiş. Qaz qarışığına hər hansısa bir qaz əlavə etmək lazımdırsa, bu zaman M orta düsturundan istifadə edilir. Gətirək qaz qarışığının M ortasını tapaq. Bu zaman 0,5-i vurmalıyam SO2-nin M-ləri 64-ə, üstünə gəlməliyəm 0,5-i vurmalıyam 16-ya. Bölməliyəm bunların molları cəmi, yəni 1-ə. Və mən buradan hesablamadan alaram nə qədər? 64, 32, üstə gəl 8 bərabərdir 40. Deməli, bunların M ortası olacaqdır 40. İndi mən bu qaz qarışığına hansı qazdan əlavə etmişəm ki, 42 olub. Bu zaman isə yenidən ikinci bir M ortanı tapmaq tələb olunur mənə. Bu zaman 40-ın üstünə nə qədərsə bir X qaz əlavə etmişəm. Qaz qarışığı 1 mol idi və ona əlavə olunan isə 1 mol qazdır yenə və bərabərdir 42-yə. Buradan olacaqdır 1 mol qaz qarışığının 1 mol da əlavə edilən qazın molu. 40 plus X bərabərdir 84. X bərabərdir, buradan olacaq 44. M-ləri və yaxud da nisbi molekul kütləsi 44 olanda karbon qazıdır, A variantı.